Ben de buradan Talip kardeşimizin sözlerine qoşuluram. Bir neçə mühüm məsələni çatdırmaq istəyirəm. Birinci məsələ budur ki, bu bütün Azərbaycan xalqına məlumdur ki, İlham Əliyev və onun diktator rejimi doğrudan da Azərbaycan xalqını məhv eləməklə məşğuldur. Həm Azərbaycan xalqının maddiyyatını məhv eləyir, yeraltı yerüstü sərvətlərini məhv eləyir, Azərbaycanın neftindən, qazından və s. Azərbaycan xalqının əlinə bir manat da olsun gəlmir. Onlar Azərbaycanın resurslarını xarici ölkələrə daşıyaraq Fransada, Almaniyada, İngiltərədə əsasən özləri üçün milyonluq, milyardlıq mülklər alırlar. Londonun yarısı bugün bütün Avropa danışır. Londonun yarısını İlham Əliyevin qızı Leyla Əliyeva, Mehriban Əliyeva alıblar Londonun yarısını. Biz bu məsələlərin hamısını açıqlayacağıq. Bildirəcəyik, Azərbaycan xalqı həqiqəti biləcək. Nə qədər ki bizim canımızda can var, haqqı deyəcəyik, məzlumların yanında olacağıq, həbs edilən, tutulan, işgəncələrə məruz qalan, əziyyət çəkən, bir qarın çörəyə möhtac olan Azərbaycan xalqının haqlarını harada olmağımızdan asılı olmayaraq müdafiə eləyəcəyik. İstəyir Azərbaycanda olsun, istəyir burada olsun. Biz həmişə sözün düzünü demişik, haqqı demişik. Əzilən xalqın yanında olmuşuq, məzlum xalqın yanında olmuşuq. Bugün Azərbaycan xalqının daxili və xarici düşmənləri çoxdur. Azərbaycan xalqı bunu başa düşməlidir. Azərbaycan xalqı öz daxili və xarici düşmənlərini tanımalıdır. Bugün buradan adlar çəkilir. Bunları tarix yazır, yazacaq. Başda İlham Əliyev olmaqla. Bir zamanlar onun görbagör atası bu işləri görürdü. Şərəfsiz məmurları vasitəsilə, Ramil Usubov vasitəsilə və s. Bugün də İlham Əliyev, Vilayət Eyvazovla, Mədət Quliyevlə, əlifba tanımayan, mal otaran, qoyun otaran çobanları, vəhşi çobanları yığıb başına Azərbaycan xalqını qoyun hesab eləyir bu şərəfsizlər. Azərbaycan xalqını meşə qanunları ilə idarə edirlər. Yezidi Kürt polisləri yığıb Bakıya Azərbaycan xalqını onlarla məhv edirlər. Bugün polis orqanlarında nə qədər qeyrətli, şərəfli insanlar var. Dolanışığa görə gediblər, polis olublar, məcbur qalıblar Azərbaycan hökumətinə, zalim Azərbaycan hökumətinə xidmət eləməyə. Amma bir məsələni bilmək lazımdır ki, Azərbaycan xalqının həqiqi düşməni İlham Əliyev və onun nəslindən olan Yezidi Kürtlərdir ki, yığıblar Bakıya Azərbaycan xalqını məhv edirlər. Bu şərəfsizlərin milliyyəti yoxdur. Necə ki, şərəfləri yoxdur, namusları yoxdur, qeyrətləri yoxdur, milliyyətləri də yoxdur. Terrorçunun milliyyəti olmur, bunu başa düşmək lazımdır. Amma Azərbaycan xalqı bunları tanımalıdır. Bilməlidir bu şərəfsizlərin kim olduğunu. Biz buradan nə qədər ki Azərbaycan hakimiyyətinə səslənirik, nə qədər ki Azərbaycanın o zalim, qaniçən polislərinə səslənirik, o qədər də Azərbaycanın əzilən, məzlum xalqına səslənirik ki, öz düşmənlərinizi yaxşı tanıyın. Nə qədər bizim xarici düşmənlərimiz olsa da, bizim ən böyük düşmənlərimiz daxildə olan düşmənlərdir. Biz bu daxili düşmənlərə görə xarici düşmənlərimizə də lazım olan cavabı verə bilmirik. Bu 30 ildə heç vaxt Azərbaycanın diktator rejimi ilə Azərbaycan xalqının mövqeyi heç vaxt
söyləyəcəm. Qarabağ məsələsi. Baxın, Qarabağ məsələsində Qarabağın azad edilməsi Azərbaycanın diktator rejiminə sərf eləyirdi. Bunun müəyyən müxtəlif səbəbləri var. Mən bugün onu açıqlamayacağam. Bilənlər yaxşı bilirlər. Mənim demək istədiyim başqa məsələdir. Qarabağ məsələsində İlham Əliyevin mövqeyi ilə və digər zalim, qaniçən, siyonist ölkələrin mövqeyi Qarabağ məsələsində üst-üstə düşdü. Bu da Azərbaycan xalqının ürəyindən oldu. Baxın, bu məsələdə Azərbaycan xalqı ilə İlham Əliyevin mövqeyi üst-üstə düşdü. Görün, Azərbaycanın mərd oğlanları Qarabağda nə şücaət göstərdilər, necə tarix yazdılar. Siz təsəvvür eləyin, başqa məsələlərdə də İlham Əliyevlə Azərbaycan xalqının mövqeyi üst-üstə düşsə, biz digər məsələlərdə də qalibiyyət qazana bilərik. Azərbaycan xalqı az günə çıxa bilər. Amma İlham Əliyev Azərbaycan xalqını aldadır. Lazım olanda özünü məsciddə göstərir, dindar kimi göstərir. Lazım olanda gedir, başqa siyonist ölkələrin keşişləri ilə, ravvinləri ilə oturur, ibadət eləyir. Bu insan üçün nə Azərbaycan xalqı, nə Qarabağ, nə Azərbaycan xalqının mədəniyyəti, nə Azərbaycanın dövlətçiliyi önəmlidir. Bu insan üçün yalnız və yalnız hakimiyyət önəmlidir. Ayıq olmalıyıq, bəsirətli olmalıyıq, məsələləri doğru düzgün analiz eləməliyik. Ona görə də mən buradan Azərbaycan xalqına səslənirəm. Bu tribunadan Azərbaycanın qeyrətli mərd oğlanlarına səslənirəm. Başa düşürəm, çətindir. Azərbaycan polisi, bandatdil, DTX, polis həbs eləyir, işgəncələr verirlər. Bizləri namusumuzla, qeyrətimizlə imtihana çəkirlər. Ancaq bir məsələni unutmamaq lazımdır ki, tarix həmişə qan bahasına yazılır. Qalibiyyət qanla əldə edilir. Ona görə də mərd olmaq lazımdır. Allahın verdiyi ömrü kişi kimi yaşamaq lazımdır. İlham Əliyev də bir insandır, amma ləyaqətini itirmiş insandır. Allah bizlərə insanlara tabi olmağı, zalim insanlara tabi olmağı qadağan eləyir. Ona görə də bu əsarət zəncirlərini qollarınızdan atmalısınız. Azadlıq heç vaxt bu cür danışmaqla, oturmaqla əldə edilmir. Azadlıq qan bahasına əldə edilir. Azadlıq qurbanlar bahasına əldə edilir. Ona görə Azərbaycan xalqı, xüsusən tələbələr təşkilatlanmalıdırlar. Öz daxili və xarici düşmənlərini yaxşı tanımalıdırlar. Azad düşüncədə olmalıdırlar. İcazə verməyin Azərbaycan hakimiyyəti sizin üçün dost və düşmən təyin eləsin. Siz özünüz dost və düşmənlərinizi təyin eləyin. Düşüncələrinizlə, bəsirətli olmaqla, məsələləri analiz eləməklə öz dost və düşmənlərinizi təyin eləyin. İcazə verməyin sizin beyninizi yusunlar, sizləri manqurtlaşdırsınlar. Bugün Azərbaycan hakimiyyəti, İlham Əliyev rejimi, mənfur, qaniçən diktator İlham Əliyev rejimi Azərbaycan xalqını blokadada saxlayır. Həm zehni blokadada saxlayır, həm cismi blokadada saxlayır. Azərbaycan xalqını bildiyiniz Şimali Koreyanın gününə salmaq istəyir. Bir müddətdən sonra ölkədə interneti də kəssə, sizin ümumiyyətlə xarici ölkələrə çıxışınızı dayandırsa təəccüb eləməyin.
Çünkü onlara bir sürü insan lazımdı ki onları ellerinde köle eylesinler. Onların maddiyatları temin olunsun. Bugüne kadar Azerbaycan'ın ne kadar oğlanları çıkıblar, kaçıblar, harici ülkelerde işleyiblər veyahut siyasi düşüncelerine göre ülkeni terk eləmək mecburiyetinde kalıblar. Unutmayın, yadınızda saklayın. Bunlar özleri şərait yaradır ki, cemaatın bir hissesi Azerbaycan'dan çıksın, bir hissesi kaçsın, geçsin, ama ellerinde özlerine lazım olan say 1 milyon, 2 milyon, 3 milyon kalandan sonra emin olun sərhədləri ümumiyyətlə bağlayacaklar. Sizi bildiğiniz kuldarlık rejimine kaytaracaklar. Çünkü bu insanların, bunlara insan demek insanlık adına tehkirdir. Bu məxluqların, bu vicdanı, şərəfi, dini, qeyrəti olmayan insanların düşünceleri bu cürdür. Onlar Azerbaycan xalqını insan hesab eləmirlər. Bir insanın münasibətini bilmək üçün onun seninle necə rəftar etməyinə baxmalısan. Onun danışığına baxmamalısan. Bakın Azerbaycan xalqını necə qul kimi, üzr istəyirəm, heyvan kimi işlədirlər. 300 manata, 200 manata, hətta 500 manata sizi işlətsələr də belə, yenə də sizin qazancınızın 70%, 80% onların cibinə gedir. Ya vergi ilə bu pulu sizdən alırlar, ya cərimələrlə bu pulu sizdən alırlar, ya da ki dolayısı yollarla bu pulları sizdən alırlar. Biz bunu başa düşməliyik. Biz bunu anlamalıyız. İcazə vermeyin, imkan vermeyin. Öz xoşunuzla bunlara nökərçilik eləməyin. Məlum məsələdir bunların diktatorluğu, bunların zulmü. Ne kadar ki bizim canımızda can var, kanımızda kişi kanı akır, Azerbaycanlı kanı akır, Müslüman kanı akır, biz öz yolumuzdan dönen değiliz. Biz harada olmağımızdan asılı olmayarak, həmişə öz sözümüzü demişik, həmişə hakkı çatdırmışıq, həbs edilen kardeşlerimizin yanında olmuşuq, meydanlarda olmuşuq. Bugün de həmçinin, bugün Almanya'da fürsət var, buradan səslenirik. Sabah başka bir platformada fürsət olacaq, oradan səslənəcəyik. Bunun bizim için hiçbir fərqi yoktur. Bizim çıxışlarımız, danışıqlarımız özümüz içindir, Azerbaycan xalqı içindir, millətimiz içindir. Biz buradan danışmaqla ilk növbədə hakimiyyətə səslənirik. Onların zulümlərini onların diqqətinə çatdırırıq. Biz ne kadar canımızda can var diyeceğiz, səslənəcəyik. Çatdıracağıq bütün dünya ölkələrinə. Və siz bunun təzyiqlərini, siz bunun sizə olan zərərlərini görəcəksiniz. İkinci növbədə ən əsas fikirlərim Azerbaycan xalqınadır. Biz sizin için burada danışırıq. Öz canımızı tehlikeye atırıq. Ailelerimizin canını tehlikeye atırıq. Yakınlarımızın canını tehlikeye atırıq. Bize o lazımdır ki Azerbaycan xalqı azad olsun. Ola bilsin bunu bazı geri təfəkkürlü insanlar başa düşməsinlər. Amma mən əminəm ki Azerbaycan xalqının əksəriyyəti bizi yaxşı başa düşürlər. Onların dəstəklerinden biz bunu başa düşürük. Ona göre de bizim mənəvi borcumuz var Azerbaycan xalqına. Biz Azerbaycan xalqını azad görmək istəyirik.
Biz Azərbaycan xalqını kölə vəziyyətində görmək istəmirik. Azərbaycan xalqı dünyanın ən gözəl şeylərinə layiqdir. Ən gözəl yaşayışına layiqdir. Azərbaycan xalqında olan mənəviyyat, Azərbaycan xalqında olan qonaqpərvərlik, Azərbaycan xalqında olan digər mənəvi üstünlüklər dünyanın demək olar heç bir ölkəsində yoxdur. Ona görə bizim ürəyimiz ağrıyır Azərbaycan xalqı üçün. Azərbaycan xalqının talışlar olsun, ləzgilər olsun, Azərilər olsun, Tatlar olsun, heç bir fərqi yoxdur. Azərbaycan xalqı bu milliyyət çoxluğu ilə daha zəngindir. Bu milliyyətlərin hər birinin Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə öz qatqısı var, öz gözəlliyi var. Ona görə də biz heç bir fərq qoymadan, düşmənin ayrımçılıq siyasətinə uymadan, ümumi Azərbaycan xalqının adından səslənirik. Talışı da bizim qardaşımızdır, ləzgisi də, digərləri də. İcazə verməyin sizi aldatsınlar. Azərbaycan hakimiyyətinin belə bir siyasəti var. Nə zaman biz meydanlara çıxsaq, nə zaman bu sözləri desək, Azərbaycan xalqının başını ya müharibə ilə, ya başqa şov vasitələri ilə, şov proqramları ilə alladırlar. Allanmayın bu məsələlərə. Sizi qorxuzurlar ki, siyasətlə məşğul olmayın. Siyasət sizlik deyil. Amma unutmaq lazım deyil ki, ola bilsin ki, sizin siyasətlə işiniz olmasın. Amma siyasətin sizinlə işi var. Siyasət sizin bütün həyatınıza daxil olur. Ona görə də bütün baş verən prosesləri, siyasi prosesləri yaxşı araşdırın. Düşmənin manipulyasiyası sizi aldatmasın. Şov proqramlarına aldanmayın. Onların siyasətinə aldanmayın. İlk növbədə çalışın. Azad düşüncəli olun, azad təfəkkürdə olun. Məsələləri özünüz analiz eləyin. İcazə verməyin kimsə sizi aldatsın. Hətta mənim buradakı çıxışım da sizi aldatmasın. Azad düşüncəli olun. Azad təfəkkürlü olun. Elm öyrənin, kitablar oxuyun, öyrənin, məsələləri necə analiz eləmək lazımdır. Sizin bir hissənizi din adı altında alladırlar. Bir hissənizi milliyyətçilik adı altında aldadırlar. Bir hissənizi vəzifə ilə pulla şirnikləndirib aldadırlar. Amma unutmaq lazım deyil ki, hər kim bu məsələlərdə allanarsa uduzacaqdır. Nəticədə bizim tək-tək fərdlərin uduzmağı ümumilikdə Azərbaycan xalqının uduzmağı olacaq. Azərbaycan dövlətçiliyinin məhvinə gətirib çıxardacaq. Bugün biz bu platformadan danışarkən bizə deyirlər ki, siz dövlətin düşmənisiniz. Dövlətin düşməni hakimiyyətdir. Dövlətin düşməni İlham Əliyevdir və ona xidmət edən boynu-yoğun şərəfsiz məmurlardır. Bizim buradakı çıxışlarımız elə Azərbaycanın dövlətçiliyinin sabit olmaq üçün, Azərbaycanın dövlətçiliyinin daimi olmaq üçündür. Bunları siyasətləri ilə necə ki Azərbaycanın maddiyyatını, mənəviyyatını məhv edirlər, eyni zamanda Azərbaycanın dövlətçiliyini də məhv edirlər. Baxın, bugün Azərbaycan demək olar əksər qonşu dövlətlərlə düşmən şəraitindədir. Bütün aparıcı ölkələrlə düşmən şəraitindədir. Ona görə də Azərbaycan xalqı nəticədə azad mövqeyini ortaya qoymalıdır. Azad seçim eləməlidir. Mən buradan sonda bütün azad düşüncəli insanlara səslənirəm.
Və onlara demək istəyirəm ki, nə zaman imkan oldu, fürsət oldu, Azərbaycan xalqı üçün, Azərbaycanın dövlətçiliyi üçün əlinizdən gələn hər şeyi edin.